Və həqiqətən də sədəqə Allah dərgahında ən böyük əməllərdən sayılır. Sədəqə sözünün sədəqə adı ilə adlandırılmasının da çox böyük bir mənası vardır. Sədəqə sıdıq, sadaqa feilindən götürülmüşdür. Doğruluq mənasını verir. Belə ki, Rəbbim Allahdır deyən, dinim İslamdır deyən, Peyğəmbəri Muhammeddir sallallahu aleyhi və səlləm deyən bu sözlərin sədəqə verməsi ilə təsdiqləyir. Mal xərcləmək insanın nəfsinə çox ağır gələn bir şeydir. Mal xərcləmək nəfsi təskiyə edən insanların əməlidir. Böyük ürək sahibi, qəlb sahibi olan insanların işidir. Ona görə insan madəm ki malını çıxardır və heç bir kəsdən nə maddi, nə mənəvi bir şey ummadan onu xərcləyirsə, bu artıq imanının təsdiqi deməkdir. Ona görə sədəqə sıdıq sözündən götürülüb bu adla adlandırılmışdır. Allah Subhanahu Taala Quran-ı Kərimdə bu barədə kifayət qədər ayətlər nazil etmişdir. O ayətlərin birində Uca Allah Taala Bəqərə surəsi 261-ci ayətdə belə buyurur. Məsəlüllezine yunfikune emvalehum fi sabilillahi kemeseli habbetin enbetet seb'a senabile fi kulli sumbiletin mi'ete habbe vallahu yudaifu limen yeşâ'u vallahu vasi'un alim. Uca Allah Teala buyurur ki, malların Allah yolunda xərcləyənlərin misalı, baxın, şərt qoşulur ha, malların xərcləyənlərin yox. Malların Allah yolunda xərcləyənlərin misalı sümbülün misalındadır. Sümbülün misalındadır. O sümbül ki üzərində 7 dənə taxıl olur və onun da içində 100 dənəsi olur. Onun da içində 100 dənəsi olur. Yəni bir buğdadan 7 sümbül çıxır. Hər o sümbülün içində də 100 taxıl dənəsi vardır. Həqiqətən də Allah bunu istədiyi üçün daha da artırır. Allah hər bir şey əhatə edəndir və hər bir şeyi biləndir. Hər bir şey əhatə edəndir, yəni mülkü ilə, zənginliyi ilə, elmi ilə, iradəsi ilə, qüdrəti ilə biləndir. Allah Teala hər bir şeyi bilir. Allaha gizli olan heç bir şey yoxdur. Demək, kim ki malın Allah yolunda xərcləyirsə, o kəslərin misalı sümbül misalındadır. Niyə görə Allah Teala sümbülü misal olaraq çəkdi? Çünki sümbül bol məhsul verən dənlərdəndir. Sədəqə verən insan da malın baxmayaraq ki çıxardır, lakin o çıxan mal qat-qat artığı ilə ona qayıdır.